dinlər ümumiyyətlə yox idi, yoga var idi. Belə baxanda. Hə, o vaxtdan gəlir, yəni. O vaxtdan gəlir, həm də yoga özü ruhun qidasıdır və mənəviyyatın yüksəlməsidir. Bu mənəviyyatın yüksəlməsinin dinə nə aidiyyatı var? Yəni heç bir ümumiyyətlə yoqanın heç bir dinlə əlaqəsi yoxdur. Bizim əslində yoqanı belə deyim də təbliğat eləməyimizin əsas məqsədi odur ki, insanların sağlam olmasıdır. Sağlam olmağa biz özümüz görürük ki, necə yaxşı təsir eləyir bizə. Bax indi burada panik atak problemi, məsələn beyinlə əlaqədardır. Problem neçənci çakradadır? 7-ci çakrada. Boğazla əlaqəlidir. Deməli insanda boğulma yaranır. Neçənci çakrada? 5-ci çakra. 5. Burada yoga nə edir? 7-ci çakraya aid olan nəfəs texnikalarını yerinə yetirir. 5-ci çakraya aid olan boyun hərəkətləri yerinə yetirir. Sinədə problem var. Beyindir, boğazdır, sinədə sıxılmadır, ürəkdir. Ürəyə aid olan hərəkətləri yerinə yetirir. 4, 5, 7-ci çakra.